proqnozunu yeni 4K texnologiyalı LG Ultra HD televizorları təqdim edir. Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə fevralın 20-sində Naxçıvanda 4 dərəcə şaxta, Ordubadda 2 dərəcə isti, Şuşada, eləcə də Kəlbəcərdə 5, Xankəndində 4 dərəcə şaxta, Qazaxda 3 dərəcə isti, Gədəbəydə 1 dərəcə şaxta, Mingəçevirdə 1 dərəcə şaxtadan 2 dərəcəyə isti, Gəncədə 4 dərəcə isti, Ağdaşda 4, Kürdəmirdə 5, Ağcabədidə 3 dərəcə isti, Balakəndə 3, Şəkidə 3, Zaqatalada 1 dərəcə şaxta, Qubada 4, Qusarda 7, Xaçmazda 3 dərəcə şaxta, Şirvanda 3, Biləsuvarda 5 dərəcə isti, Cəlilabadda 2, Lənkəranda 2, Astarada 5 dərəcə isti, Bakıda 4, Sumqayıtda 3 dərəcə isti müşahidə olunacaq.